Mən Şamaxı rayon sakini, Mərkəzi rayon xəstəxanasının mexaniki Məmmədov Elnur Nadiroğluyam. 2-ci Qarabağ 44 günlük vətən müharibəsində könüllü olaraq Şamaxı rayon hərbi komissarlıq tərəfindən 44 günlük vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılmışam. Çox hörmətli möhtərəm cənab prezidentimiz, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Laçının azadlığı uğrunda medalına layiq görülmüşəm. Çox hörmətli baş nazirimiz, Nazirlər Kabinetinin rəhbəri cənab Əli Əsədov tərəfindən Vətən müharibəsinin iştirakçısı medalına layiq görülmüşəm. Mənim şikayətim Şamaxı rayon Mərkəzi xəstəxanasının direktoru Natiq Əliyevdən, müavini Cahangir Şıxəliyevdən, şöbə müdürü Ziyadxan Əliyevdən, bölmə müdürü Bağıyev Fəriddən də şikayəti və bunların adlarının dediklərinin hamısındandır. Mənə heç bir əsas olmadan töhmət verilib. Bax, bu töhməti göstərirəm sizə. Burada qeyd olunub ki, güya mənə hansısa rəsmi xəbərdarlıq olunub, güya ki, mən subordinasiyanı pozuram, hansı ki, mən 14 ildir burada fəaliyyət göstərirəm. Dövlət Neft Şirkətinin dövründən, Səhiyyə Nazirliyi 6 ildən də çoxdur, təbibin dövründən fəaliyyət göstərirəm. Bir dəfə olsun, heç bir nöqsanım olmayıb. Məqsədlər də bunları məni kənarlaşdırmaqdır ki, Şamaxı rayon Mərkəzi xəstəxanasının cərrahiyyə korpusunda baş verən qayda qanunsuzluqları, haqsızlıqları, özbaşınalıqları çəkirəm. TikTok sosial şəbəkə vasitəsilə paylaşıram. Möhtərəm cənab prezidentimizə müraciət edirəm. Çox hörmətli 1-ci xanım, 1-ci vitse-prezident Mehriban xanıma müraciət edirəm. Cənab baş nazirimiz, Nazirlər Kabinetinin rəhbəri cənab Əli Əsədova müraciət edirəm və bunlar onlar ötürü cəzalanırlar deyənə mənə hansısa bir üsulla, hansısa bir məni təpki göstərməklə kənarlaşdırmaq istəyirlər mərkəzi xəstəxanada və bu da axırı mənə töhmət verərək istəyirlər ki, bunun davamını gətirərək məni uzaqlaşdırsınlar. Buradan üzümü tuturam çox hörmətli möhtərəm cənab prezidentimizə, ordumuzun Ali Baş Komandanına. Xahiş edirəm, bu barədə bir göstəriş verin. Natiq Əliyev haqqında və müavini Cahangir Şıxəliyev, şöbə müdürü Ziyadxan Əliyev və bölmə müdürü Fərid haqqında, Bağıyev haqqında ciddi tədbirlər görülsün. Mənim heç bir ciddi nöqsanım yoxdur. Bu 14 il ərzində heç bir nöqsanım olmayıb. 6 dənə direktorla işləmişəm, bununla birlikdə 6 direktorla. Sadəcə bunlar mənə bəhanə eləyərək, əllərində də heç bir real faktları yoxdur. Sadəcə mənə bu bir daha göstərən, bu töhməti verərək, dalın gətirərək növbəti vaxtlarda məni kənarlaşdırmaq istəyirlər. Bu və müxtəlif vaxtlarda TikTokda da qeyd eləmişəm ki, məni burada sıxışdırırlar. Facebook sosial şəbəkəmdə də qeyd eləmişəm ki, məni sıxışdırırlar. Hətta möhtərəm cənab prezidentimizin adını orada qeyd eləyərək, prezident administrasiyasının adını qeyd eləyərək şikayətimi bildirmişəm. Lakin Natiq doktor deyir ki, mənim adamım güclüdür, mənə heç kim heç nə eləyə bilməz. Burada buranın ağası mənəm. Xahiş edirəm, mənə kömək edin. Möhtərəm cənab prezident Mehriban xanım Əliyeva. Allah əmanət olun.